Salam, mən Şəhanə Əhmədova. Bu günləri sizə morfologiya bölməsinin əsas və köməkçi nitq hissələrini izahını verəcəm. Əsas nitq hissələrini ilk öncə başlayaq əsas nitq hissələri. Əsas nitq hissələri nədir? Biz bilirik ki, bizim 6 əsas nitq hissəmiz var. Bunlar isim, sifət, say, əvəzlik, zərf və feil. Bunlar bizim əsas nitq hissələrimizdir. Deməli, bizim neçə əsas nitq hissəmiz oldu? 6 əsas nitq hissəsi. İndi keçirik köməkçi nitq hissələrinə. Dilimizdə 5 köməkçi nitq hissəsi var. 5 köməkçi nitq hissəsinə aiddir deməli, yazaq. Qoşma, bağlayıcı, ədad, modal sözlər və nida. Bunlar da bizim köməkçi nitq hissəsidir. İndi biz əsas nitq hissələri ilə köməkçi nitq hissələrinin fərqi haqqında danışaq. Deməli, əsas nitq hissələri. Bunların köməkçi nitq hissələrindən fərqi nədir? Birinci əsas fərqi həm leksik, həm qrammatik mənası olması. Həm leksik, həm qrammatik mənası olması. İkinci fərqi ayrılıqda işlənə bilir. Üçüncü fərqi suala cavab verir. Suala cavab verir. İsmin sualları nədir? Kim, nə, hara? Sifətin sualları necə, nə cür, hansı? Zərfin sualları necə, nə cür, nə tərzdə? Əvəzlik əsas nitq hissələrini əvəz edir və onların da sualına cavab verir. Sayın sualları neçə, nə qədər, neçənci? Feilin sualları nə edir, nə etdi, nə etmişdi, nə edəcək? Bu kimi suallara cavab verir. Söz yaradıcılığında iştirak edir. Yəni sözlərin düzəldilməsində iştirak edir. Formaca dəyişir. Söz birləşməsinin əsas və asılı tərəfi kimi çıxış edir. Əsas və asılı. Müstəqil cümlə üzvü kimi çıxış edir. Müstəqil cümlə üzvü. Müstəqil cümlə üzvü kimi gəlin işlədək. Ana kitabı aldı. Nə etdi? Aldı. Kim aldı? Ana aldı. Nəyi aldı? Ana kitabı aldı. Gördük ki, müstəqil cümlə üzvü mövqeyində çıxış etdi. Bu əsas nitq hissələrinin fərqidir. İndi isə keçirik köməkçi nitq hissələrinin fərqinə. Köməkçi nitq hissələri hansıları idi? Qoşma, bağlayıcı, ədad, modal sözlər və nida. Köməkçi nitq hissələrinin yalnız qrammatik mənası var. Əsas nitq hissələrindən fərqi odur ki, yalnız qrammatik mənası var. Leksik mənası yoxdur. Yazıram, leksik məna yoxdur. Leksik məna nədir? Yəni biz izah edirik ki, bu söz məsələn deyirəm ki, kitab sözü. Kitab sözünün leksik mənasını izah edirik ki, məsələn, uşaqların oxuması üçün istifadə olunur. Burada müəyyən bir məlumatlar öz əksini tapır. Bu bunun leksik mənasıdır. Qrammatik mənası nədir? Qrammatik mənası isə odur ki, məsələn, kitab nitq hissəsi baxımından isimdir, təkdədir, adlı haldadır. Yəni qrammatik mənası isə budur. Köməkçi nitq hissələrinin isə yalnız qrammatik mənası var, leksik mənası yoxdur. Daha sonra ayrılıqda işlənə bilmir. Məsələn, köməkçi nitq hissələrindən qoşma deyək. Qoşmanı götürək üçün. Mən üçünü ayrılıqda işlədə bilmirəm. Deməli, ayrılıqda işlənə bilmir. Suala cavab verə bilmir. Götürürəm görə. Mən görəyə sual verə bilmirəm ki, nə görə, niyə görə? Yəni bu kimi suallara cavab verə bilmir. Ona görə də yazıram ki, suala cavab vermir. Suala cavab vermir. Söz yaradıcılığında iştirak etmir. Yəni sözlərin düzəldilməsində biz köməkçi nitq hissələrindən danışmırıq. Söz yaranmasında iştirak etmir. İştirak etmir. Yəni söz yaradıcılığında iştirak etmir. Daha sonra söz birləşməsinin tərəfləri mövqeyində çıxış edə bilmir. Yəni söz birləşməsi, əsas nitq hissəsi söz birləşməsinin tərəfləri mövqeyində çıxış edə bilər. Məsələn, götürürük qızıl, üzük. Burada gördük ki, əsas nitq hissəsi söz birləşməsinin tərəflərində çıxış etdi. Amma ki, məsələn, mən deyə bilmirəm ki, qızıl görə yaxud da ki, qızıl üçün burada söz birləşməsinin tərəflərində çıxış etmir. Bir də ki, müstəqil cümlə üzvü mövqeyində çıxış etmir. Yəni müstəqil cümlə üzvü nədir? Mübtəda, tamamlıq, zərflik, xəbər. Yəni bu mövqedə çıxış etmir. Amma ki, bir dənə istisnamız var ki, bizim qoşma yalnız qoşulduğu sözlə birgə cümlə üzvü mövqeyində çıxış edir. Yəni qoşma təkcə qoşulduğu sözlə birgə cümlə üzvü mövqeyində çıxış edə bilər. Bu da ki, köməkçi nitq hissələrinə aid olan fərqlərdir. Bu kimi izahlarımızın gəlməsini istəyirsinizsə kanala abunə olub bildirişləri açmağı unutmayın.